Dimin son 4 imtahanından 3-də istifadə etdiyi belə bir sual tipinə baxaq. Sualda deyir ki, eyni hərflərin eyni ədədlərə uyğun olduğunu bilərək cədvəldəki məlumatlara əsasən tapşırığı yerinə yetirin. Ümumiyyətlə, burada eyni hərflərin eyni ədədlərə uyğun olması o deməkdir ki, bizdə tutaq ki, A-nın qiyməti burada 3 isə, A-nın burada da qiyməti 3-ə bərabərdir. Bizdə həmçinin bu şərt onu bildirir ki, bizdə müxtəlif hərflərin müxtəlif ədədlərə bərabər olması məcburiyyəti yoxdur. Yəni, mən tutaq ki, burada yeni 5 tapmışamsa, deyək ki, 5-dir burada. Onda burada R də tutaq ki, 5 ola bilər. Həmçinin burada qeyd olunub ki, bir rəqəmli natural ədədlər. Burada bir rəqəmli natural ədədlər deyilsə, 1-dən 9-a qədər ədədlər nəzərdə tutulub. Buradakı ədədlərin də sayı 9-dan çoxdur. Buradan da onsuz bu görünür. İndi isə cədvələ baxaq. Bir rəqəmli natural ədədlər deyirsə, mən 1-dən 9-a qədər ədədləri ilk öncə yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gələk indi sualımıza. Bunu silim. Sualda deyir ki, asta sözündəki hərflərə uyğun olan ədədlərin cəmini tapın. İlk növbədə mən A hərfinin kodunu tapmağa çalışıram. Məndə burada deyir ki, hər hansısa bir rəqəmli natural ədəddən 40% böyük və yaxud da 40% kiçik olanlar. Burada A hərfini qeyd edeyim. Ümumiyyətlə, hər hansısa bir rəqəmli natural ədədin 40%-ni tapmaq, onun 5-də 2-sini tapmaq deməkdir. Mən də bir rəqəmli ədədlərdən yalnız 5-in 5-də 2-sini tapa bilərəm. Və 5-də 2-sini tapanda bu 5-lər ixtisar getməlidir ki, məndə tam bir şey alınsın. Bu da nəyə bərabərdir? 2-yə. Yəni, mən 5-in üzərinə bir dəfə 2 gəlməliyəm, bir dəfə də nə eləməliyəm? 2 çıxmalıyam. Çünki bir dəfə 40% böyük və ya 40% kiçik istəyir. Ona görə TAR ədədləri bizdə nə olmalıdır? Ya 3, ya da 7. Bunu tapandan sonra yuxarıda bizə verib ki, 2 misli 2 rəqəmli olan ədədlər. Əgər A burada varsa, onda A neçə olacaq? Təbii ki, A 7 olmalıdır ki, 2 misli bizdə 2 rəqəmli olsun. Deməli, A-nın qiyməti tapıldı 7. Yaxşı. Sonra, burada görürəm ki, R-in də qiyməti verilib. Onda R də nədir? Avtomatik 7-dir. 3 ola bilməz. 3-ü mən 2-yə vursam, bir rəqəmli ədəd alınır. Amma burada 2 misli 2 rəqəmli olan ədədlərin içində R də verilib. Ona görə bizdə deməli, R də nə imiş? R də 7 imiş. A da 7 imiş. Yaxşı, əgər T burada verilməyibsə, avtomatik 2 misli 2 rəqəmli olan ədədlər içərisində deyil. Yəni nədir? 2 misli 1 rəqəmlidir. O da nə ola bilər? 3 ola bilər. Təbii ki, buradakı TAR ədədlər ya 3 ola bilərdi, ya 7 ola bilərdi. 7 ola bilmədiyi üçün avtomatik nə olur? 3. T-nin də qiyməti tapıldı. Bir dənə qaldı bizə S. Yaxşı, incələyib o birinə. Deyir ki, hər hansısa bir rəqəmli natural ədəddən 25% böyük və yaxud da 25% kiçik olanlar. 25%-ni tapmaq üçün bu ədəd ya 4 olmalıdır, ya da 8 olmalıdır. Mən 4-ün 25%-ni tapanda, yəni 4-ü 4-də 1-ə vurmuş oluram. Bu da edir 1. Yəni 4-dən bir də 1 vay çıxıram, edir 3. Bir dəfə də üzərinə 1 gəlirəm, olur 5. Yaxşı, indi 8-in 4-də 1-ini tapanda edir neçə? 2. 8 üzərinə 2 gələndə edir 10. Bu da bizim işimizə yaramır. Burada bir rəqəmli natural ədəddir. Amma 8-dən 2 çıxanda bizə verir 6. Deməli, TZS ədədləri bizdə uyğun olaraq 3, 5, 6 ədədlərindən biridir. Yaxşı. İndi burada S-ni də tapa bilərik. Məsələn, görürəm ki, burada S-in qiyməti ya 3 ola bilər, ya 5 ola bilər, ya 6 ola bilər. Və burada bir dənə şərt verilib ki, 2 misli 2 rəqəmli olan ədədlər. Və onların içində S var. Əgər S varsa, onda bizdə S-in qiyməti ya 5-dir, ya 6-dır. Düzdürmü? Bir də burada belə bir şərtdə var, yarısı tək olan ədədlər. Əgər tutaq ki, bizdə S 6 olsaydı, 6-nın yarısı neçə edir? 3. O da təkdir. Onda S burada olmalıydı axı. Amma S verilməyib. Deməli, S neçədir əslində? 5-dir. Həqiqətən də 5-in də 2 misli neçə edir? 10. Onda nədir? 2 rəqəmlidir. Deməli, bizdə S-in kodu nə imiş? 5. İndi bunları toplayanda bizdə neçə edir? 22. Birinci sualı tapdıq. Keçək indi ikinciyə. Tar sözündəki hərflərə uyğun ədədlərin cəmini istəyir. Biz də T-nin kodunu bayaq 3 tapmışdıq. A-nı 7, R-i də 7 tapmışdıq. Bunları da toplayanda bizə verir 17. D variantı. Sonra gələk indi sonuncu suala. Mənə deyir ki, hesab sözündəki kodları tapın. Deməli, hesab sözündə ilk növbədə A-nın kodu bizə məlumdur. 7. S də məlumdur. S-i də 5 tapmışdım bayaq. Digər hərflər bizə məlum deyil. Yaxşı, H-ı tapaq, məsələn. H-ı nə tapa bilərik? Məsələn, H görürəm ki, burada 2 misli 2 rəqəmli olan ədədlərin içində deyil. Onda avtomatik fikirləşirəm ki, H ilk
4 ədəddən biridir. Məsələn, 5 olsaydı birdən və daha böyük qiymətlər olsaydı, 2 misli artıq 2 rəqəmli olan ədəd olardı. Amma onların içində vermədiyi üçün avtomatik fikirləşirəm ki, bizdə h-ın qiyməti 1, 2, 3, 4 ədədlərindən biridir. Yaxşı. Cüt ədədlərin içində də mən h-ı görmürəm. Deməli, bizdə h nədir əslində? Ya 1-dir, ya da 3-dür. İkisindən biridir. Əgər bizdə h-ın qiyməti burada da verilməyibsə, deməli, 3 də ola bilməz, düzdürmü? Onda avtomatik nə olacaq? 1 olacaq. H-a bir dənə nə qalır? 1 qalır. Sən digər şərtlərdə də yoxlasaq, onsuz da tək olduğunu bilirik. Məsələn, bu hissə ilə bu hissəyə də uyğunluğu yoxdur. Ona görə 3 ola bilməz. Avtomatik nə olur? 1 olur. Deməli, bizdə h-ın kodu olmalıymış 1. Gələk indi yeni tapaq. İndi, məsələn, baxaq əsas məsələ bura. 2 misli 2 rəqəmli olan ədədlərin içində görürəm ki, y yoxdur. Əgər y yoxdursa, deməli, y-nin qiyməti bizdə yenə 1, 2, 3, 4-dən biri ola bilər. Ona görə də bunu nəzərə almalıyım ilk növbədə. Bir də burada belə bir şərt verib ki, y cüt ədədlərin içindədir. Cüt ədədlərin içindədirsə, y hardadır? Ya 2-dədir, ya 4-dədir. Və indi isə bu şərtdən istifadə edə bilərəm. Deyir ki, yarısı tək olan ədədlər. Əgər 1-dən 2 olsaydı y, yarısı neçə edir 2-nin? 1 ola bilər. Amma ki, y burada yoxdur. Onda y-nin yarısı nə olmalıdır onda? Cüt olmalıdır. Onda y-nin qiyməti nədir? Avtomatik 4 olmalıdır. Y tapıldı 4. Bir də deyirəm. Əgər bizdə yarısı tək olan ədədlərin içində y-ni verməyibsə, deməli bizdə y nədir? Yarısı cüt olan ədəddir. 2-nin də yarısı bizə tək verdiyi üçün 2 ola bilməz. Avtomatik nə olur? 4 olur. Bir dənə qaldı indi bizdə B. Yaxşı, B. Gələn baxıram, burada deyir ki, 2 misli 2 rəqəmli olan ədədlər. Onun içində görürük ki, nə var? B var. B olduğu üçün də, deməli bizdə B-nin qiyməti, dəqiq bilirəm ki, 5 və daha böyük qiymətlər ola bilər. Düzdürmü? Bu şərti nəzərə ala bilərik. Və bir də burada görürəm ki, cüt ədədlərin içində B-nin qiyməti ümumiyyətlə yoxdur. Deməli bizdə 5 demirəm. Daha doğrusu, B nə olmalıdır? Tək ədəd olmalıdır. Düzdürmü? Ya ola bilər 5, ya ola bilər 7, ya da ola bilər nə? 9 ola bilər, düzdürmü? Bir də baxıram ki, bura bu hissələrdə, bu cədvəllə bu cədvəldə, bu iki hissədə ümumiyyətlə 5 və 7-lər istifadə olunub. Amma 9 istifadə olunmayıb. Əgər tutaq ki, məndə B olsaydı, mütləqdir ki, bunlardan birinə nə olardı? Uyğun olardı. Ona görə də avtomatik B-nin qiyməti nə olacaq bizdə? 9. Ona görə bizdə B-nin qiyməti olur 9. Bunları da hesablayanda 5, o da 5 ilə 10, 17, 26. B variantı.